B variantı 122-ci sual. Sual belədir. A və B natural ədədlərdir. Bu şərti ödəyir. Bizdən soruşulur ki, bu ifadənin ən böyük qiymətini tapın. Verilən ifadəni sadələşdirsək, alarıq ki, 7 bölünsün A plus B. A plus B ilə ixtisar etsək, çünki onlar sıfırdan fərqlidir. Alarıq ki, 4 plus 7 bölünsün A plus B. Bu ifadənin ən böyük qiymətini tapmaq üçün göründüyü kimi bu ifadənin məxrəcində dəyişən var. Deməli, biz məxrəci qiymətini kiçik götürməliyik. A-nın ən kiçik qiyməti 3-ə bərabər şərtə görə. B-nin isə ən kiçik qiyməti B A-dan böyük olduğuna görə 4-dür. Bu ədədləri yerinə yazsaq, alaraq ki, 4 plus 7 bölünsün 3 plus 4. O da bərabərdir 4 plus 1 bərabərdir 5. Deməli, bu ifadənin ən böyük qiyməti 5-ə bərabərdir.